Həzrəti Peyğəmbər sallallahu namazı bizə bəyan edəndə, biz Həzrəti Peyğəmbər sallallahu necə qəbul edirik? Quran Peyğəmbər sallallahu bizə necə təqdim edir? Quran bizə bildirir ki, Peyğəmbər şərii hökmləri bəyan edəndir. Ayələrin birində belə buyurulur ki, və ənzəlnə iləykə zikr və biz sənə zikri, yəni Qur'anı nazil etdik. Niyə? Litubəyyinə linnəs. İnsanlara onu bəyan edəsən. Həmin Qur'an-ı Kərim bizə bildirir ki, və mə yəntiqu anil hava. İn huvə illə vəhyun yuha. Peyğəmbər özündən bir söz demir. Dediyi də yalnız və yalnız vəhidir. Başqa bir ayədə Allah Muteal Peyğəmbərin barəsində buyurur ki, və mə atəkumur rasul fəxuzuhu və mə nəhəkum anhu fəntəhu. Yəni Peyğəmbər sizə nəyi verdisə onu götürün. Nədən sizi çəkindirdisə ondan çəkinin. Xülasə biz bu ayələri cəm edəndə məlum olur ki, Peyğəmbər mübəyyindir. Yəni o şərii hökmləri bəyan edən yalnız və yalnız odur insanlar. Peyğəmbər özündən bir söz demir, vəhidəndir. Peyğəmbər sizə nəyi verdisə onu götürün. Bu tərəfdən də Peyğəmbər sallallahu buyurur ki, mənim qıldığım kimi namazı qılın. Peyğəmbər sallallahu sözü də bizim üçün qanundur. Feili də bizim üçün qanun, yəni hərəkətləri, əməlləri, imzası da. Məsələn, bir şəxs Peyğəmbərin sallallahu huzurunda bir işi icra edirsə, Peyğəmbər sallallahu onun müqabilində susursa, deməli o iş məqbuldur dini cəhətdə.